Milli qəhrəman Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhədə düşmən qərargahına girərək əsl cəngavər kimi 5 saat tək başına döyüşüb. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əskərinin qəhrəmanlığı nəticəsində ağır itkilər verib. Qeyri-bərabər döyüşdə Mübariz İbrahimov qəhrəmancasına şəhid olub. Mən oğlunu tanıyıram. Mən bilirəm ki, o heç vaxt düşmən qalanından qaçmaz. O heç vaxt səngər qoyub tərk edəməz. Evə gəlməz. Milli qəhrəman Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhədə düşmən qərargahına girərək əsl cəngavər kimi 5 saat tək başına döyüşüb. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əskərinin qəhrəmanlığı nəticəsində ağır itkilər verib. Qeyri-bərabər döyüşdə Mübariz İbrahimov qəhrəmancasına şəhid olub. Mən oğlunu tanıyıram. Mən bilirəm ki, o heç vaxt düşmən qalanından qaçmaz. O heç vaxt səngər qoyub tərk edəməz. Evə gəlməz.